Cin gözlə görünməyən bir şeyi örtüb mənasına gəlir. Cinlər əsasən qəbilələr əsasında yaşayırlar və öz qəbilə adları və cinlərin öz adları var. Məsələn, bizlərdə rus, ingilis, azər kimi bölünürük. Onlar xüsusiyyətlərinə görə elə bölünür. Bunun misal olaraq İfrit qəbiləsini deyə bilərik. İfrit qəbiləsi. İfrit qəbiləsi ən qorxulu və ən güclü cin qəbiləsidir. İnsanların əsasən müsallat olan qəbilə də bu qəbilənin cinləridir. Cəhənnəm qəbiləsi. Cəhənnəm qəbiləsinin cinləri ən kinli və ən qəddar olan cin qəbiləsidir. Bu qəbilənin cinləri insanları sevməzlər. Biz insanlarla əlaqə qurub, onlara cadu eləməkdə kömək edərlər. Tüm insanların qorxduğu və cinlərin də özlərindən uzaq tutduğu cin qəbilələri vardır. Başqa cinlər səbirli olmurlar. Əgər bir şey ilə razılaşıb, onun dediyini eləmədikdə, ailənizə musallat olarlar. Müsahibin qəbiləsi. Peyğəmbərdən Qurana qulaq asaraq, müsəlman olan ilk cin qəbiləsidir. Marid irqinə mənsub olmasalar da çox güclüdürlər. Suzula qəbiləsi. Marid irqinə mənsub olan şeytanın fikirlərini mənimsəmiş, lakin onu tabe olmamış bir qəbilədir. Əsasən insanlara qarşı ən insafsız olmaqları ilə bilinir. Çox yerdə bu qəbilənin adı belə keçməz. Hətta bəzi yerlərdə simgə və işarələrlə görünər. Buna məqsədlə 66 rəqəmi bəzi mədəniyyətləri lənətlənmişdir. Necə ki 666 rəqəmi şeytanlı rəqəm bilindiyi kimi, 66 rəqəmi də bu qəbiləyi bildirər. Şeytandan sonra ən təhlükəli varlıqlar olaraq bilinir. Kulyas cinləri. Sizin ən kiçik xətanızı axtararlar. Duamızı belə rahat etdirməzlər. Tez oxumağımızı istərlər. Namaz qılmaq, dua etmək və s. xoşlamazlar. Pis vərdişləri xoşlayarlar. Kiki cinləri. Sizə nifrət edər, ancaq kibrətlə çağırırlar. Hər istədiyinizi edər, amma otaqdan heç vaxt getməz. Zuzula cini. Sizi həmişə təqib edərlər. Hamamda demək olar ki, onların arasında yunarsınız. Mennan cini. Hərəkətlərinizi sizə ona çəkər. Sizi kövrək edər və beyninizi ələ keçirər. Zərərsizdir. İnsanlarla dost olar və saç və dırnaqla qidalanırlar. Yakaza cini. Yuxu ilə sizlə həmişə ünsiyyətdədir. Yuxuda sizə xəbərdarlıq üçün qorxudarlar. Onları hissləndirəcək bir şey etməyin. Hacur cini. Sizinlə əlləşməyəcək qədər tənbəldirlər. Behniləm cini. Həmişə içində olduğunuz bir his vardır. Elə bu da onun üçündür. Həmişə evdə gəzərlər və zərərsizdirlər. Müsəlman cini. Sizi qarışmazlar. Kafir cinlərdən sizi qorumaq üçün yuxunuza gələrlər. Sarı cini. Sizi günaha sürükləyər cindir.